Mən Vüsal Kəlbəzər bugündən bayram günündə 20 mart 2026-cı ildə bax gördüyünüz kimi Gəncədə 600'lük evlərdəyəm mən. Gəl yaxına. Bugündən hər kəs bayram keçməyinə baxmayaraq mən çəkilişlərdəyəm və bizim çəkilişimizin məqsədi, məramı ondan ibarətdir ki, burada olan Kəlbəzər rayon rəhbər şəxslərindən, o cümlədən də aidiyyəti olan orqanlardan xahişimiz və ricamız odur ki, bu ailəyə köməklik olunsun. Gəlin evi çəkin. Bax gördüyünüz kimi ev tam yararsız vəziyyətə düşübdür. 2026-cı il fevral ayının 17-sində olubdur və demək olar ki, bir ay nəticəsində bu ailəyə dəstək olunmur. Xoş gördük sizləri bir daha. Bayramınız mübarək olsun. Yüz bayramlara çıxasınız. Evin sahibi sizsiniz, eləmi? Adınız, soyadınız? Yaqubov Lətif Sabiroğlu, Kəlbəcər rayon Suzluq sakini. Suzluq kənd sakinisiniz. Bəli, məcbur. Bu qəsəbə hansı qəsəbədir? 600'lük Xocalı qəsəbəsi gedirdi. Elə Gəncə 600'lük qəsəbə gedir. Hal-hazırda. Allah köməyiniz olsun. Bayramınız mübarək deyirik, amma belə burada bayram... Bəli. Allah kömək olsun. Bax, adiyyəti olan orqanlardan xahiş edirəm. Başda rayon icra başçısı Azər müəllimdən xahiş edirik, Kozayev Azər müəllimdən və rəhbər şəxslərdən xahiş edirik ki, qısa zamanda bu ailənin evinə baxış keçirilsin və ailəyə dəstək olunsun. Bütün Kəlbəzərlilər, hər birimiz, mən bütün rayonlar haqqında çəkilişlər eləyəndə, bütün rayonların cəmaatı bax belə olurlar, bir-birinə dəstək olurlar. Xahiş edirəm, bu ailənin nömrəsini yazacağam və o cümlədən də hamımız dəstək olun, adiyyəti olan orqanlar inşallah bura dəstək olunsunlar. Sizin adınız nədir anam? Mülkiyə. Sizin həyat yoldaşınız, adınız, soyadınız? Yaqubova Sevil Hətəm qızı. Çox gözəl. İstəyiniz nədir, arzunuz nədir? İstəyim ay bala, arzum nə olacaq? Bu evimin elə üstünü düzəsinlər, bu balalarımı içinə yığım. Allah kömək olsun. İnşallah onlar yəqin ki. Sənin adın nədir? Gözəl. Sevil. Sevil bala, nə istəyirsən əmilərdən, dayılardan, Kəlbəzərli əmilərdən nə istəyirsən? İstəyirəm ki, evimiz tikilsin. İnşallah. Sənin adın nədir gözəl bala? Fidan. Fidan balamız. Ay maşallah. Allah səni saxlasın. Siz evin oğlusunuz. Adınız nədir? Yaqubov Zahir Lətifoğlu. Zahir bəy. Zahir bəy, istəyiniz nədir bu adiyyət olan orqanlardan, rəhbər şəxslərdən istəyiniz nədir? Biz kömək istəyirik də bayram gün qalmışıq çöllərdə. Evimizin tikilməsi, bərpa olunması barəsində kömək istəyirik. Bəli, mən Vüsal Kəlbəzəri tənqidçi jurnalist. Bu günlərim istəyimiz və arzumuz nədir? İstəyimiz və arzumuz odur ki, bizim Kəlbəzər əhalisi, o cümlədən Kəlbəzərin imkanlı şəxsləri, o cümlədən rəhbər şəxsləri bu ailəyə dəstək olsunlar. Başda rayonin icra aparatı Kozayev Azər müəllimdən xahişimiz və ricamız odur ki, göstəriş versin, adiyyəti olan orqanlar bura dəstək olsunlar. Dünənlərim Tərtər rayonunda mən çəkiliş elədim. Bir gün keçmədi. 3 saatın içində həm rayon icra aparatı, həm rəhbər şəxsləri, tikinti material dükanları, yəni mənim ana tərəfim Tərtər, atam Kəlbəzəridir. Yəni biz hamımız eyniyiz də. Bütün rayonlar necə olmalıdır? Bir olmalıyıq və sizdən xahişim, ricam odur ki, biz də o cür olaq. Bu günlərim Kəlbəzərlilər, bax burada Xocalı qəsəbəsi, o 600'lük qəsəbə sayılır. Yəni Gəncənin çöl yolunda yerləşir və xahiş edirəm bu ailəyə dəstək olalım. Bizim istəyimiz nədir? Mən bir jurnalist olaraq mənim xahişim və ricam odur ki, bu ailəyə dəstək olunsun. Və bu çəkilişi dərhal adiyyəti olan orqanlara bizim borcumuz odur ki, çatdıraq və inşallah tez bir qısa zamanda bizim də arzumuz odur ki, dəstək olunsun. İnşallah. Çöldə qalmışıq. İndi bizə ən azından heç olmasa yüngülvari bir palatkadan zatdan da vermirlər ki, içində dəstək olaq. Neçə günü qonşuların evində qaldıq. İnşallah mən adiyyəti olan orqana gətir bu evlər göstərək, bir dənə xahiş edirəm bu evlərdə çəkəyim. Bəli, hörmətli izləyicilərimiz, gördüyünüz kimi evin demək olar ki, hər tərəfi yanıbdır, kül olubdur. Bax, ev tam bərbad vəziyyətdədir. Xahiş edirəm adiyyəti olan orqanlar, xahiş edirəm bizim Kəlbəzərimizin qeyrətli oğulları bu ailəyə inşallah dəstək olsunlar və inşallah qısa bir zamanda bu ailəyə kömək olunsun. Demək olar ki, evin dam örtüyü gözəl düzəlsə, evin içində təmir işləri aparmaq olar. İnşallah evin dam örtüyü, əsas dam örtüyüdür. Dam örtüyü düzəlsə, inşallah evin içində təmir işlərində inşallah hansısa hərəsin bir adiyyəti olan orqana tapşırılsa, qısa zamanda inşallah düzələr yəqin ki, İnanıram, güvənirəm bu ailəyə dəstək olunacaqdır. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Qısa zamanda, bəli, hamısı çəkir, fərqi yoxdur. Gəl o tərəfdə çək xanım.